Bugünkü izah edəcəyim mövzu Eldənizlər dövlətidir. Eldənizlər dövləti Azərbaycanın 12-ci əsrdə mövcud olan dövlətidir. Yəni ürək dövlətidir. Niyə ürək deyirəm? Vahid Azərbaycan, mərkəzləşmiş Azərbaycan yaradıbdı. Eldənizlər dövlətinin 5 hökmdarı var. 5 hökmdardan 3'ü yüksəlişə qaldıran hökmdarlardır. İkisi isə enişə endirən və süquta aparan hökmdarlardır. İndi dövlət haqqında geniş məlumat verəcəm. Dövlətin yaranması Şimali Azərbaycanda yaranıb. Yəni birinci paytaxtı Naxçıvan olduğu üçün dövlətin əsası Şimali Azərbaycanda qoyulub, amma dövlət özü Cənub dövlətidir. Yəni Cənubi Azərbaycan dövlətini əhatə edir. Cənubi Azərbaycanı əhatə edir. Eldənizlər dövlətini yaradan birinci kötükdə olan Şəmsəddin Eldənizdir. Şəmsəddin Eldəniz 1136-cı ildə paytaxtı Naxçıvan olan Eldənizlər dövləti yaratdı və Eldənizlər dövləti yaradandan sonra öz adına pul kəstirdi. 1136-cı ildən sonra Şəmsəddin Eldəniz Şirvanşahlara yürüş eləyir və Şirvanşahları özünə birləşdirir. Şirvanşahların ardınca Gürcüstanı özünə birləşdirir və Vahid Azərbaycan yaradır. Vahid Azərbaycan yaradan Eldənizlər dövləti 1160-cı ildə Şəmsəddin Eldəniz özünü Böyük Atabəy titulu qazanır. İraq Səlcuq Sultanı tərəfindən Böyük Atabəy titulu verilib ona və 1160-cı illərdə isə bir sıra cənub ərazilərin Farsı, Ərdəbili, Kirmanı, Xuzistanı, Gilanı, Diyarbəkiri və s. əraziləri tutur və ərazisini Azərbaycanın Eldənizlər dövlətinin ərazisini Dərbənddən Gilana qədər, yəni Gilan nə idi? Dərbənddən İran körfəzinə qədər olan geniş əraziləri əhatə edir. İran körfəzinə qədər olan əraziləri özünə birləşdirir və dövlətin sərhədlərini genişləndirir. 1161-ci ildə Gürcülər yürüş eləyir, Ani və Dəbil şəhərlərini işğal edir Gürcülər və 1163-cü ildə Naxçıvan şəhərində Naxçıvan döyüşü olur Gürcülərlə. Gürcü hökmdarı 3-cü Georgini Şəmsəddin Eldəniz məğlub edir. Və 1163-cü ildə Naxçıvan döyüşündən sonra Gürcüləri məğlub edəndən sonra 1164-də Dəbili işğaldan azad eləyir. Yəni 1163 də yadınızda saxlasaz olar. Problem deyil. 1136-da dövlət yaratdı. 1160-da Böyük Atabəy titulu qazandı. 1163-də Naxçıvan döyüşündə qalib gəldi Gürcülər üzərində. 1164-də isə Dəbili azad elədi. Vahid Azərbaycan yaradıb. Vahid Azərbaycan yaradıbsa Şəmsəddin Eldəniz Gürcüstan və Şirvanı və Gürcünü özünə tabi edib. Vahid Azərbaycan yaradıb. Sacilərə və Salarilər dövlətinə oxşadı. Vahid Azərbaycan yaratmasına görə Sacilərlə Eldənizlər dövlətini oxşadan kimi ağlınıza birinci Şirvan, sonra da Gürcü gəlsin. Şirvanla Gürcünü birləşdiriblərsə Vahid Azərbaycan yaradıblar. Şəmsəddin Eldənizdən sonra hakimiyyətə Məhəmməd Cahan Pəhlivan gəlib. Məhəmməd Cahan Pəhlivan 1175-ci ildə hakimiyyətə gəlib. Məhəmməd Cahan Pəhlivana qısaca olaraq MCP deyirəm. MCP-nin dövründə 1175-də bir daşla 3 quş. Yəni belə bir söz var, deyim var. Yəni bir ildə 3 hadisə. Bir ildə 3 hadisə var. Məhəmməd Cahan Pəhlivan paytaxtın Naxçıvandan Həmədana köçürdüb. Məhəmməd Cahan Pəhlivan 1175-ci ildə Ağsunqurilərin əlindən Təbrizi alıb. Məhəmməd Cahan Pəhlivan bəzi hakimiyyətə tabi olmayan İri Səlcuq əmirlərinin müqamətini qırıb və Gürcülərlə də mübarizəsi demək olar ki, Eldənizlər tarixində Gürcülərlə mübarizə var. Məhəmməd Cahan Pəhlivan bir də daimi nizami ordu yaradıb. Deməli, Məhəmməd Cahan Pəhlivan deyəndə bir hadisə, bir il, yəni 3 hadisə yadınızda qalır. 2 şəhər Həmədana paytaxtı köçürdüb, Təbrizi Ağsunqurilərin əlindən alıb. İri Səlcuq əmirlərindən müqamətini qırıb. 75'in hərəsinin bir vahidi artırırıq 1186 hakimiyyətə Qızıl Arslan gəlir. Qızıl Arslan 1186-cı ildə hakimiyyətə gəlsə də əsas hakimiyyət ili 1190-91 kimi yadda saxlayın. Yəni 1175'in hərəsinin bir vahidi artırdıq 1186. 1186-cı ildə hakimiyyətə gəlib. Qızıl Arslan 1190-cı ildə Həmədan döyüşündə
Həmədan döyüşündə 3-cü Toğrulu İraq Səlcuq Sultanı 3-cü Toğrulu məğlub edib 1190-cı ildə və 1191-ci ildə sultan titulu qazanıb. Eldənizlər tarixinin ilk sultanı Qızıl Arslandır. Burada da tac işarəsi çəkmişəm. Yəni ilk sultanı Qızıl Arslandır. Qızıl Arslan 1191-ci ildə sultan titulu qazanır və Şirvanşahların müqamətini, müstəqilliyə meyl olan və müstəqilliyə can atan 1-ci Axsiyanı bir daha Şirvanşahlar dövlətini bir daha dövlətin tərkibinə qatıb və Şirvanşahların müqamətini qırıb 1191-ci ildə də sultan olması ilə də, yəni göz dəyib belə deyək, sui-qəsd nəticəsində öldürülüb. 1191-ci ildə hakimiyyətdən gedib. 1191-də hakimiyyətə gələn Əbubəkiri 1194 olaraq yadda saxlayın. 2 dənə hadisə yadda saxlayın. 1194-cü ildə Şəmkir Beyləqan döyüşü. Şəmkir Beyləqan döyüşündə Şirvan Gürcü birləşməsi ilə döyüşür. Şəmkir Beyləqan döyüşündə Şirvan Gürcü birləşməsi ilə döyüşür və Şirvan Gürcü birləşməsi enişləri yaşayan hökmdarlardırsa məğlub olurlar. Eldəniz hökmdarı Əbubəkir məğlub olur. Şəmkir Beyləqan döyüşündə 1194-cü ildə 1194-cü ildə Xarəzmşah Təkəşdirsə 12-ci əsrin sonundadır. Təkəşin yürüşünə məruz qalır. Xorasan Rey Həmədanı itirir. Yəni Xarəzmşah Təkəş Əbubəkir üzərində qələbə qazanır 1194-cü ildə. Xorasan Rey Həmədanı itirir. Amma itirməsinə baxmayaraq 1197-ci ildə Həmədan uğrunda gedən döyüşlərdə Xarəzmşah Təkəşi məğlub edir və Həmədanı azad edir. 1197-ci ildə. 97-ni yadda saxlamasaz da olar. 94 və 94-ü yadda saxlasaz bəsdir. 1194 Şəmkir Beyləqan döyüşü. Əbubəkir deyən kimi yadınıza Şəmkir Beyləqan döyüşü gəlir. Bir də Xarəzmşah Təkəşlə döyüş gəlir. Təkəş üzərində həm qələbə var, həm məğlubiyyət var. Sonuncu nümayəndə isə Özbəkdir. Özbək 1210-cu ildə hakimiyyətə gəlib. Əbubəkir düzdür, 12-ci əsrdə hakimiyyətdə olub. Hakimiyyətdə olsa da Əbubəkir 12-ci əsrdə hakimiyyətdə olsa da, yəni 13-cü əsrdə elə bir iş görməyib. Ən çox 12-ci əsrin sonunda xatırlayırıq Əbubəkiri. 13-cü əsrin əvvəlində isə hakimiyyətdə Özbəkdir. Özbəyə də yazıq Özbək deyirəm, ancaq yürüşlərə məruz qalır. 1210-11 Gürcülərin dağıdıcı yürüşünə məruz qalır. 1220-22 Monqolların birinci yürüşünə məruz qalır. 1225-ci ildə isə Xarəzmşah Cəlaləddinin ancaq yadelli hücumlarına məruz qalır. Gürcülərin, Monqolların və Xarəzmşah Cəlaləddinin və 1225-ci ildə Xarəzmşah Cəlaləddinin yürüşü nəticəsində dövlətin varlığına son qoyulur. Eldənizlər dövlətinin sonuncu nümayəndəsi Özbək oldu. Bir də Eldənizlər dövlətinin 3-cü paytaxtı Təbrizdir. Yəni birinci paytaxtı Eldənizin dövründə Naxçıvan, ikinci paytaxtı Məhəmməd Can Pəhləvanın dövründə Həmədan, üçüncü paytaxtı isə Qızıl Arslanın dövründə Təbriz. Qızıl Arslan paytaxt köçürtməyib, Təbrizdən birbaşa dövləti idarə eləyibdi və mədəniyyətin içərisində isə dövlətin içərisində yox, mədəniyyətin içərisində də yazılır ki, Gəncə də Eldənizlər dövlətinin paytaxtlarından biri olub. Sonra qeydlərimiz var. Eldənizə İraq Səlcuq Sultanı 2-ci Toğrul tərəfindən əmir titulu verilib. 2-ci Toğrulun oğlu Arslan Şahın Atabəyi elan edilib. Bir də Eldənizə Məsud Aranı iqta kimi veribdir. Eldənizlər dövləti deyəndə bir daha deyirəm 12-ci əsr yadda qalır. 12-ci əsr Azərbaycanın ürəyi idi, vahid Azərbaycan yaradıblar. Naxçıvan şəhəri də deyilən kimi bir dənə Eldənizlər dövləti yada düşür. Naxçıvan təkcə Eldənizlər dövlətinin paytaxtı olub.